Ermənistanın Yerkrapa terror təşkilatının rəhbəri Sasun Mikailyan martın 25-də şərti sərhədə gəlib və erməni mövqelərində olub, Telegram kanallarının yaydığı bir məlumatı və mülki maşınlardan istifadə ediblər. Kəndlərdə, mülki evlərdə gizlənib maskalanmağa çalışıblar. Bu, yerli erməni sakinlərinin Telegram kanallarında verdiyi məlumatlardır. Yəni, ciddi təhlükədirmi deyə bilərikmi onlar bizim üçün? Yəni, və ya ümumiyyətlə nəyə hazırlaşırlar onlar bu cür əməliyyatlar həyata keçirməkdə və bundan Paşinyanın xəbəri yoxdurmu? Konkret hadisələr fonunda deyil də, ümumiyyətlə bu ideologiyanın özü ciddi təhdiddir. Yəni, terror təşkilatını formalaşdıra biləcək bir düşüncəyə sahib olan cəmiyyət də, dövlət də həm region üçün, həm də qlobal sistem üçün ciddi təhdidlər formalaşdırır. Yəni, Azərbaycanla bağlı indiyə qədər hər hansısa bir formada qeyri-konstruktiv mövqe nümayiş etdirə biləcək bir yanaşmanı kimsə ortaya qoya bilərmi? Xeyr. Amma Ermənistanı təmsil edən Asala var, Ermənistanı təmsil edən Yerkpara var, fərqli terror təşkilatları var. Bunun özü artıq qlobal sistemə önəmli bir mesaj verməlidir. Dırnaqarası erməni ideologiyası, erməniçilik, xəstə təfəkkür böyük təhdid formalaşdırır. Biz konkret olaraq Ermənistan tərəfindən ola biləcək təhdidlərin hər hansısa bir formada şişirdilməsi, böyüdülməsi tərəfdarı deyilik. Təbii ki, adekvat şəkildə onlar cavablandırılacaq və heç bir halda Azərbaycan üçün ciddi ölçüdə təhdid formalaşdırmır. Amma ümumilikdə sülh üçün təhdid formalaşdırır, bəli. Sülh danışıqları getdiyi bir mərhələdə yubadılmasına ciddi töhfə verir, dırnaqarası, ciddi zərbə vurur sülh danışıqları çərçivəsində əldə olunmuş razılıqlara. Ermənistan bugün kifayət qədər yüksək səslə sülh mətninin 17 bəndi üzrə razılığın əldə olunmasını deyir. Sülh mətninin 17 bəndi üzrə razılıq əldə edən tərəf olaraq Ermənistan bugün bu addımların heç birini atmamalıydı. Təxribatların həyata keçirilməsi ilə bağlı ola biləcək, əgər hər hansı bir addım varsa, mərkəzdən yayınma qüvvələri varsa ki, daha əvvəldə belə bir iddialar da var idi Paşinyana. Paşinyan əslində bununla bağlı araşdırmanın aparılmasında, şəffaf məlumatların paylaşılmasında maraqlı olmalıdır ki, həqiqətən də bu bizim deyil, kimlərinsə 3-cü, 4-cü tərəflərin atdığı addımlardır. Amma görünən odur ki, Paşinyan bundan istifadə etməkdə çox maraqlıdır və hadisələri manipulyasiya edir.